Bura məşhur Qurqur şəlaləsidir. Qırız kəndi yaxınlığında yerləşən. Qışda bunun donmuş versiyası daha çox paylaşılır şəkilləri və daha çox donmuş şəlalə kimi məşhur olur. Gördüyünüz kimi mağara kimidir. Yəni sanki mağaranın içərisindən su axır gəlir hardansa. Yəni buralar hamısı qışda buz olur bu hissələr. Baxın, may ayının bu günləri 9-udur. Ancaq burada hələ də qar var. Diqqətlə baxsanız görəcəksiniz, burada qar var. Su da buz kimidir. Hətta su son günlər yağıntı olduğuna görə baxın necə suyun səviyyəsi artıq gurlaşıb. Orada şəlalənin qarşısında bunu hiss etmək olur. Yəni diqqətlə videoya baxsanız. İndi biraz sol tərəfə çəkiləcəm, daha yaxşı görəsiniz şəlaləni. Baxın, şəlalə daha yaxşı çəkmək üçün biraz yaxına və sol tərəfə getmək lazımdır o qar olan hissiyə. Çünki qarşısını kəsir. Ancaq suyun səviyyəsi çox qalxdığına görə getməyəcəm. Çünki mən dəfələrlə burada olmuşam, bəlkə 100 dəfə burada olmuşam, ona görə belə deyim də, yaxına gedib özümü islatmaq istəmirəm, qrupu ləngitmək istəmirəm. Amma siz gəlsəniz, rahatlıqla keçə bilərsiniz. Yəni, birinci dəfədir, ikinci dəfədir gələnlər keçib mütləq yaxınlaşsınlar. Orada, belə deyək, şəlalənin suyunda istəsəniz için, istəsəniz çimin, istəsəniz şəkillər çəkdirin, videolar çəkin, gəlib görməyə dəyər. Videomu izləyin, bəyənin, sağlıq olsun, maraqlı yerlərdən şəkillər, videolar çəkib paylaşmağa davam edəcəm. Hələlik.